Deməli, mən bunu əvvəl tez-tez rus psixoloqlarından görürdüm. Daha sonra isə keçib türk psixoloqlarına, oradan da gəlib bizə. Çox gözəl. Avropada belə bir şey yoxdur, qətiyyən yoxdur. Amerikada belə bir şey qətiyyən yoxdur. Deməli, nədən danışıram? Necə qadınları fahişə olmağa öyrədirlər? Deməli, sözbəsöz deyirəm. Hansısa xatırlamıram, cidden xatırlamıram hansı psixoloq idi, amma sözünü tam olaraq xatırlayıram. Deyir ki, siz qadınlar, əgər kişilər, sözbəsöz deyirəm, əgər kişilər bizim bədənimizdən istifadə edirsə, onda biz də onların pulundan istifadə eləməliyik. Biz də onları maddi olaraq istifadə eləməliyik. Onlar necə bizim bədənimizdən istifadə edə bilir? Baxın, bu o qədər yanlışdır. Yəni deyirəm, Avropada, Amerikada belə bir şey yoxdur. Bu cür qadını alçatma ancaq Ruslarda vardı, oradan da gəlib türkləri, oradan da artıq gəlib bizə. Ciddi anlamda psixoloqlar açıq-aşkar qadınları fahişə olmağa yönləndirirlər, açıq-aşkar. Yəni, nə deməkdir ki, bir kişi sənin bədənindən istifadə edirsə, sən də o pulundan istifadə edir. Bir kişi sənin bədənindən istifadə edirsə, o kişidən uzaq dur. Niyə görə sən o kişinin pulunu istifadə edirsən? O sənin bədəni və sən onun pulunu və sən fahişəsən, təbrik edirəm, sən fahişəsən. Yəni, bunun başqa adı yoxdur. Yəni, bu biabırçılıqdır ciddi anlamda və çox belə rahatlıqla bu sözü deyə bilərəm, müşahidələrimdən görürəm. Azərbaycanda həddən artıq fahişəlik artıb. Deməli, Amerikada kök qadınların sayı olduqca çoxdur və fikir versəniz, onların yanında çox belə qəşəng də kişilərdir. Baxırsan ki, çox kök və çirkin bir qadındır, amma yanında belə fit bədən olan, sportivni, gənc, gözəl kişilər, həmin qadınların. Azərbaycanda isə tam tərsi, yəni yekə qarın kişilərin yanında gözəl-gözəl, super gözəl qızlar. Bu niyə belə baş verir? Çünki Amerikada heç bir qadın özünü satmır. Heç bir qadın görünüşünə görə, gözəlliyinə görə, nə bilim, kiminsə yanında deyil. Onlar öz həyatını yaşayırlar, öz keyflərindədirlər, özləri öz ayaqları üstündə dururlar və ona görə də hansısa kişilər də, yəni ondan belə deyək də, nə onun bədəninə görə, nə də o biri onun puluna görə istifadə eləmir. Yəni, burada bu məsələ də var ki, o biri də onun puluna görə istifadə eləmir. Yəni, sən mənə nə qədər xərcləyəcəksən, mənə baxacaqsan, baxmayacaqsan, mənə pul xərcləyəcəksən, xərcləməyəcəksən söhbəti yoxdur. Belə söhbət olmadığına görə, yəni, bu cür bədən satmaqlar da yoxdur və bədən satmaqlar da olmadığına görə, yəni, ay bütün günü öz üstümdə oynayayım, Azərbaycanlı qızlarda, yəni, bu çox get-gedə artır. Ancaq özlərini bəzəyirlər, düzəyirlər, bütün gün ancaq kosmetoloqlarda, ancaq görünüşlərini düzəldirlər.